Məni öldürməyə gələnlər kimlər idi? Öldürməyə gələnlər və onlara yardım edənlər. Qocayev Rövşən, Haqverdiyev Xəyyam, İbrahimov Çingiz, Xankişiyev Xəzər, Məlikov Rıza, Paşazadə Faiq, Sultanov Ramil, Emin Qasımov, Mehrac Zərbəliyev. Demək, məni öldürməyə çalışan 12 nəfər idi. Onlardan 2 nəfəri İsveç və Fransa sərhədində demək həbs edildi. İsveç hökuməti ilə bilirsiniz ki, Azərbaycan hakimiyyətinin yaxşı kontaktları olduğuna görə onlar Fransaya deyil, Azərbaycana deportasiya edildilər. Tural Məmmədli və Seymur Eyvazov adında şəxs idi. Yəni 11 nəfər Azərbaycanlı, 1 nəfər Gürcüstanlı məni qətlə yetirməkdən ötəri Fransaya gəlmişdi. Mənə hücum olunmamışdan qabaq mən onları gördüm. Onlar mənə hücum edəcəklərini zaten hiss edirdim, bilirdim. O vaxtda mən polisi zəng etmişdim və polisin gəlməyini də gözləyirdim. Nəysə, artıq onlar mənə hücum etmək istəyəndə mən şəhərin mərkəzində idim. Sağa qaçırdım, sola qaçırdım, tramvay xəttini sağa keçirdim, sola keçirdim, tramvay gəlib keçirdim, maşın keçirdi, oyza buyza. Bunlar vaxt itkisi etdilər. Hardasa təqribən 15-20 dəqiqəyə yaxın mən qaçdım. Axırda bunlar mənim arxamızdan polis qışqıranda bunların o polis deməyi fransızcaya bənzəyirdi. Mən elə bildim, düşündüm ki, polis gəldi. Dayandım, arxaya baxanda gördüm ki, polislər bunlar əlində bıçaqlarla. Və şərəfsizcəsinə Rövşən Qocayev, Mehrac Zərbəliyev və özünə o avtoritet deyən, saqqalını boyayan və özünü öz tumuşu ilə həbsxanada asan o əclaf Emin Qasımov mənə zərbələr endirdilər, bıçaq zərbələri endirdilər. Onlar mənim başımı kəsmək istəyirdilər. Allah şükür olsun ki, niyyətlərini çata bilmədilər, mən həyatda qaldım. Və yenidən bu yarımçıq qalmış işi tamamlamaqdan ötəri 2022-ci ilin 12 iyununda Emin Qasımov Xəyyam Haqverdiyevlə mən öldürməyə gələndə Fransanın gömrüyündə yaxalandılar. Onların maşınından silah çıxdı, mənim adresim çıxdı, mənim ekran rəsmlərim çıxdı və Eminlə gələn ucu artıq bir nəfərə hökm verilib. Xəyyam Haqverdiyevə 10 il müddətinə Fransa azadlıqdan məhrum edilib və həyatının sonuna qədər heç vaxt Fransaya daxil ola bilməyəcək qadağa qoyulub. İndi o həbsxanadadır, cəzasını çəksin. İndi isə qalıb bu 9 nəfərin cəzalandırılması, az öncə dediyim kimi 26 may 2026-cı il tarixində, yəni gələn həftə bunlarla bağlı məhkəmə prosesi başlayır. Ən böyük cəzanı alan ömürlük həbs alacaq. Ən kiçik cəza isə bunların arasında 10 il müddətinə həbs cəzası nəzərdə tutulur. Yəni Fransa prokurorluğunun yaydığı məlumatda deyirəm, sizin nəzərinizə çatdırıram. Dünyanın harasında olursunuz olun. Əgər siz kiminsə bir insanın qanunu tökmüsünüzsə, təbii ki, Azərbaycanda, Azərbaycan kimi o banan ölkələrine çıxmaq şərtilə bir insanın qanunu tökmüsünüzsə, ona görə cəzalandırılacaqsınız. Özə Fransa kimi bir ölkədə, Fransa kimi bir yerdə. Məhkəmənin qərarında Xəyyam Haqverdiyevlə bağlı məhkəmə qərarında bildirilir ki, Məhəmməd Mirzəliyev SOCAR haqqında, SOCAR rəhbərliyi haqqında, Azərbaycan hakimiyyəti haqqında dediyi ifadələrə görə, sözlərə görə onunla bağlı fətva verilib, öldürmək istəyirlər, öldürməyə çalışıblar. Bu məhkəmənin qərarında deyilir ha. Bu da o deməkdir ki, ay İlham Əliyev, sən bir zamanlar nə demişdin Fransa mediasında? Gəlin izləyək. Cənab Prezident, sonuncu sual. Sərhədsiz Reportyorlar Təşkilatı sizə müraciət edərək Azərbaycan bloqeri Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymağa çağırır. O, Fransada qaçqın kimi yaşayır. Mart ayında burada ona şiddətli hücum edilib, bıçaq xəsarəti alıb. Sualım belədir. Sərhədsiz Reportyorlar Təşkilatının rəyinə görə siz həmin şəxsləri susturmaq məqsədi ilə xaricə insanlar göndərirsiniz. Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və onların Azərbaycanda gördüyümüz işlər xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq qeyri-hökumət təşkilatının işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmı? Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz.
Tamamilə belədir. 100% rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir. Gördünüz, İlham Əliyev deyirdi ki, Fransa istintaqı araşdırsın, tapsın. Fransa istintaqı araşdırdı, tapdı, bildirdi ki, bu cinayətin arxasındakı sən oğraş İlham Əliyevsən, sən biqiriyyət İlham Əliyevsən, sən arvadından xəbərsiz İlham Əliyevsən, sən arvadından xəbərsiz Adil Əliyevsən və digərlərsiniz. Və ərim yaxanızdadır. Bu gün də olmasa 3 ildən sonra, 5 ildən sonra nə vaxt İlham Əliyev sənin cəzalandırılmağına mən nail olacam. Azərbaycan xalqı da indi sənin Azərbaycanda tutarlar, başvoy deyərlər, ağzıva verərlər, o formada cəzanı verərlər, çox gözəl. Azərbaycan xalqı elə versin. Amma bir günlərim sənin mənə vurduğun zərəri rəsmiləşdirib səndən və sənin ailəndən alacağam. Ay gözü ilə görən oğraş Adil Əliyev, ay gözü ilə görən oğraş İlham Əliyev.